Kirpi veya Anjelika pirojnası. Uşaq vaxtı analarımızın tez-tez hazırladığı bu pirojnanı yəqin ki xatırlayırsınız. 5 ədəd yumurtaya 1 stəkan şəkər tozu əlavə edib mikserlə qarışdırırıq. Daha sonra üzərinə qatıq, duru yağ, un, qabartma tozu əlavə edib qarışdırıb soba listinə əlavə edib 20 dəqiqə sobada bişiririk. Kremi üçün otaq temperaturunda kərə yağına qatlaşdırılmış su əlavə edib mikserlə qarışdırırıq. Bişmiş biskviti yumru dairələr formasında kəsirik. Biskvitin kənarından qalan qalıqları üzəri üçün istifadə etməyə blenderdan keçirdirik. Bu günlərdə Şahin Electronics'dən yeni blender əldə etmişəm. Bu blenderi seçməyimin əsas səbəbi 4 bıçaqlı olmağı və 3 başlıqdan ibarət olmağıdır. Həm blender, həm də mikser kimi istifadə edə bilərsiniz. Hal-hazırda məhsulun qiyməti 60 manat. Videoda göstərdiyim formada biskvitlərin içini kremlə doldurub, üzərinə də krem çəkib, qırıntıları üzərinə əlavə edirik. Yumuşaq, pambıq kimi pirojnalar alınır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.